Bu günü Tofiq Yaqublu günü də elan edə bilərsiniz. Əlbəttə, mən başa düşürəm və bir neçə dəfə də demişəm ki, İlham Əliyevin Tofiq Yaqublu ilə bağlı kompleksi var. Bu, həm də Əliyevin repressiyalarına zərurət libası geydirən düşük təbliğatçıların Yaqublu ilə bağlı məsələyə kursiv ilə yanaşmalarından da açıq görünür. Yəni, çox sərt idi, özü həbsi seçdi kimi latayır ifadələrdən görünür. Əliyev rejimi girəvə düşmüşkən Tofiq Yaqublu ilə bağlı söhbəti də bir dəfəlik bitirmək istəyinə düşüb bir neçə dəfə təcrübələr də var. Bu zamana qədər həbsxanalarda saxladıkları siyasi xadimlərin həyatını bitirmək üçün onların üzərində xəstəlik ağırlaşdırma eksperimentlərini çox aparıblar axı. Tofiq bəy də uyğun olaraq, həm də faktiki olaraq müalicədən imtina ediblər. Ondan qisas alırlar. Şəxsən Əliyevin özü. Amma həm Azərbaycan cəmiyyəti, həm də dünya ictimaiyyəti bu fədakar və cəsur azadlıq savaşçısının mübarizəsini görür, qiymətləndirir. Bir neçə gün əvvəl hüquq müdafiəçisi Asimkom İdarə Heyətinin üzvü Arif bəy Yunus belə bir açıqlama verdi ki, Tofiq bəyin adı beynəlxalq mükafat üçün nominantlar sırasına daxil edilib. Bu, Beynəlxalq Azadlıq Forumudur ki, son 2 gün ərzində həmin forumun növbəti toplantısı dünyanın 160 ölkəsindən gələn nümayəndələrin iştirakı ilə Berlində Almaniya parlamentinin binasında keçirilir. Bugün Arif Yunus bəy belə bir məlumatı nəhayət paylaşdı. Mart ayından etibarən Dünya Azadlıq Konqresinin üzvləri arasında bu nüfuzlu beynəlxalq təşkilatın mükafatı üçün namizədlərin irəli sürülməsi prosesi gedirdi. Dünyanın 60 ölkəsindən namizədlər təqdim olunmuşdu. Leyla Yunus Azərbaycanda demokratiya uğrunda mübarizənin simvoluna çevrilmiş, açıq, aşkar, saxtalaşdırılmış ittihamlarla 9 il azadlıqdan məhrum edilmiş Tofiq Yaqublunu namizəd kimi irəli sürmüşdü. Bugün səsvermənin nəticələri elan olundu. Dünya Azadlıq Konqresinin mükafatı Azərbaycanlı siyasi məhbus Tofiq Yaqubluya demokratiya uğrunda mübarizədə göstərdiyi cəsarətə və töhfələrinə görə verildi. Təəssüf ki, onun qızı Nigar xanım tədbirə gələ bilmədi. Ona görə çıxışını video vasitəsilə etdi. Mükafatı Tofiq Yaqublunun adından Leyla Yunus qəbul etdi. Mən isə tədbirdə Tofiq Yaqublu və onun ölkəmizdə demokratiya uğrunda mübarizəsi haqqında danışdım. Tofiq Yaqublu Dünya Azadlıq Konqresinin rəsmi mükafatının laureatı oldu. Bu, onun haqq etdiyi növbəti şərəfli mükafatdır.